Salam əziz dostlar, xoş gördük hər birinizi. Bugün mövzumuz Azərbaycan 14-cü əsrin ikinci yarısında, Şirvanşahlar 14-cü əsrin ikinci yarısı 15-ci əsrdə. Sual 1. 14-cü əsrin ikinci yarısında Azərbaycan müəyyən müddət tərkibində olmuşdu. Səlcuqlar 14-də yoxdur. Xarəzmşahlar da həmçinin, Səfəvilərdir, Osmanlılardır. Cavab Y variantıdır. Cəlalilər Azərbaycana tabidir. 1359-cu ildə, bu da 14-cü əsrin ikinci yarısı edir. Şirvanşah 1. İbrahim 14-cü əsrin 80-ci illərində yeritdiyi xarici siyasətin nəticəsində Təbriz Şirvan qoşunları tərəfindən tutuldu. Tamamilə yanlışdır. Şirvan Əmir Teymurun hücumlarından xilas oldu. Bəli. İbrahim 1386-cı ildə Teymurla ittifaq bağlayandan sonra Şirvan Əmir Teymurun hücumlarından xilas edir. Hülakülər dövləti yoxdur bu dövrdə. Şəddadilər yoxdur. Şirvanşahların müstəqilliyi də sona yetmir. Ona görə doğru cavabımız oldu B variantı. Hökümdarların idarə etdikləri dövlətləri müvafiq olaraq müəyyən edək. İbrahim Şirvanşahların, Həsən Ağqoyunlunun, Təhmasib Səfəvinin E variantı. Əmir Teymurla müttəfiq olmuşdu. Təbii ki, 1. İbrahimdir 1386-cı ildən. Şirvanşahlar dövlətində Dərbəndlər sülaləsinin ilk nümayəndəsi 1. İbrahim Dərbəndi. Azərbaycan 1385-1399-cu illər tarixində hülakülər yoxdur bu dövrdə. Xarici müdaxiləyə məruz qalıb. Bəli, Qızıl Ordu və Teymurilərin. Xarəzmşahlar yoxdur. Ali Monqol xaqanlığının Canşin tərəfindən idarə olunması 1239-1256 13-cü əsrdir. Ölkə ərazisində Səlcuqların məskunlaşması 11-ci əsr. Alban hökmdarı Cavanşirin xəlifə Muaviyə ilə və Şirvanşah İbrahimin Əmir Teymur ilə görüşünün oxşar nəticəsi. Daxili idarə hüquqlarına məhrum olmadılar. Dövlətlərinin daxili idarə hüququnu qoruyub saxladılar. Bəli, hər ikisinin ortaq cəhəti. Taxt tacdan məhrum olmadılar. Xarici siyasət müstəqilliyinə nail oldular. Yanlışdır. Əhalidən alınan vergilər ləğv olundu. Yanlışdır. 14-cü əsrdə Azərbaycan hərbi yürüş etmişdi. Təbii ki, Əmir Teymurun qoşunları 86-cı ildən. Çingiz xanın başçılıq etdiyi Monqol qoşunları 13-cü əsrdə. Slavyanlar 9-dan gəlir. Azərbaycana 9, 10, 11, 12. Xarəzmşah Cəlaləddinin qoşunları 13-də gəlir. Səlcuqlar 11-də. Hülaki Qazan xan və Ağqoyunlu Həsən padşahın fəaliyyətində oxşarlıq, tərəfdarların çoxu soyurqal torpaqları paylamaları, bağışlamaları. Soyurqal hülakülərdə yoxdur, Ağqoyunlu Qaraqoyunludadır, amma Ağqoyunludan Həsən deyil. Daha çox soyurqal paylayan Rüstəmdir. İdarə etdikləri dövlətlərin eyni ərazini əhatə etməsi eyni ərazi deyil. Hülakülərin ərazisi daha geniş imperiyadır, daha geniş əraziyə malik imperiyadır. Osmanlı dövləti ilə müharibə etmələri Ağqoyunludur. Yeni dövlət dinini rəsmən qəbul etməsi Hülaki Qazan xandır. İslahat keçirməsi bəli ortaq cəhətdir, vergi islahatı. Cəlali və Qaraqoyunlu dövlətinə aid oxşar cəhət, paytaxtı Marağadan Təbrizə köçürülməsi heç birinə aid deyil. Teymurlərə qarşı mübarizə aparılması hər ikisinin ortaq cəhətidir. Bəli, Cəlalilər də, Qaraqoyunlular da Teymurlərə qarşı mübarizə aparıb. Hülaki dövlətinə qarşı mübarizə aparılması bu Cəlalilərə aiddir. Əsasların Azərbaycanda qoyulması, Cəlalilərin əsası Azərbaycanda qoyulmur, Bağdadda qoyulur. İlk paytaxtının Təbriz şəhəri olması Cəlalilərin ilk paytaxtı Təbriz deyil, Bağdaddır. Qaraqoyunlu'nun ilk paytaxtı bir paytaxtı var, o da Təbriz şəhəri. Şirvanşah 1. İbrahimin Əmir Teymurla ittifaq girməsi nəticələrinə aid deyil. Şirvan müstəqilliyini itirib əyalətə çevrildi, yanlışdır. Elə yanlış olan A variantıdır. İbrahim Şirvan hakim kimi tanındı, doğrudur. Şimal sərhədlərinin mühafizəsi ona tapşırıldı. Şirvan Əmir Teymurun qarət və dağıntılarına xilas oldu. İbrahim Toxtamışa qarşı mübarizədə özünə müttəfiq qazandı. Doğrudur. Azərbaycanda ən uzun ömürlü feodal dövlət həmişə demişik ki, 861-dən yaranıb 1538-ə qədər davam edən Şirvanşahlar dövlətidir. 14-cü əsr və 16-cı əsrlərdə mövcud olmayan Azərbaycan dövləti Qaraqoyunlu var, Səfəvi, Ağqoyunlu Şirvanşah, amma Eldəniz yoxdur. Eldənizlər dövləti 1136-da yaranıb, 1225-də süquta uğramışdı. Oğuz Tayler üsyanından bir il sonra Azərbaycanda Oğuz Tayler 1381-də baş verib, 1382-də isə Şirvanda Dərbəndlər sülaləsi hakimiyyətə gəlir. Azərbaycan və Moskva knyazlığının 14-cü əsrin 80-ci illər tarixinə aid oxşarlıq. Hülakülərin yürüşü hülakülər bu dövrdə yoxdur. Teymurlərin yürüşləri Moskva knyazlığına aid deyil. Teymur getmir Moskvaya. Yanlışdır. Qızıl Ordunun yürüşləri bəli hər ikisinə olub. 14-cü əsrin 80-ci illərində Qızıl Ordunun yürüşü olub. Xarəzmşahlar yoxdur bu dövrdə. Cəlalilərin 80-ci illərdə yürüşü yoxdur. Yanlışdır. Doğru cavab C variantı 15-dir. 16. Ərəb xilafətinin 8-ci əsrin ortaları, Şirvanşahlar dövlətində 14-cü əsrin 80-ci illəri.
8-ci əsrin ortaları 750-ci ildə Abbasilər gəlir hakimiyyətə Ərəb xilafətində, Şirvanşahlarda isə Dərbəndilər 1382 hakimiyyətə yeni sülalə gəlir. Şeyx Həsən Cəlari, Şəmsəddin Eldəniz bu iki hökmdarı yan-yana görəndə biz bilməliyik ki, yeni dövlətin, yeni sülalənin əsası qoyulub Cəlalilər və Eldənizlər. 100 illik müharibə dövründə Azərbaycanda, yəni 1337-dən 1453-ə qədər. Sacilər yoxdur bu intervalda, səbəblər mövcud deyil. Qazanxan islahatları yoxdur gördüyünüz kimi. Qazanxan 1295-dən 1304-ə qədər olub hakimiyyətdə. Dərbəndlər sülaləsi hakimiyyətə gəlib, bəli bu intervalda var. Ali Monqol canişinliyinin fəaliyyəti 1239-1256. 13-14-cü əsrlərdə Azərbaycan ərazisində yürüş etməmiş dövlət Monqollar edib. 13-də, Cəlalilər 14-də, Qızıl Ordu 14-də, Teymurilər 14-də, Osmanlı gəlməyib. Qaraqoyunlu və Şirvanşahlar dövlətinin tarixinə aid oxşar cəhət, Bayrat Monqollarda Venesiya ilə sülh müqaviləsi bağlayan Ağqoyunlu, Teymurilərə mübarizə aparılması, müharibə aparılması, Qaraqoyunlu da Şirvanşah da Teymurilərlə müharibə aparıb, Elxanilərlə müqavilə yoxdur. Osmanlılarla müharibə Şirvanşahlardır, yadda saxlayın. Şirvanşahlardan birinci İbrahimdir ki, Teymurla 1402-ci ildə Ankara döyüşündə iştirak edib Osmanlıya qarşı. Doğru cavab 20-də C variantı. 21. Şirvanşah 1-ci İbrahimə aid deyil. Kür çayı sahilindəki məğlubiyyətdən sonra Ağqoyunlulardan asılı vəziyyətə düşdü. Ağqoyunlu deyil, Qaraqoyunludan ilə aid olmayan A variantıdır. Qaraqoyunlulara qarşı mübarizədə Cəlalilərə hərbi dəstə göndərmişdi. Hərbi dəstək göstərmişdi, bəli, Sultan Əhmədə. Teymurun Qızıl Ordu dövlətinə qarşı yürüşündə iştirak etmişdi, bəli, Qızıl Ordu yürüşündə də, Osmanlıya qarşı müharibəsində də iştirak edib 1-ci İbrahim. Azərbaycan ərazisi qısa müddətdə vahid dövlətdə birləşdirir. 1406-da bəli, Şəki hakimi Seyid Əhmədin Əmir Teymurun hakimiyyəti qəbul etməkdə kömək etmişdi, doğrudur. Şirvanlı Dərbəndilər sülaləsinin hakimiyyətdə olduğu dövrə uyğun gəlir. Yəni 1382-dən 1538-ə qədər. Şəki hakimliyinin ləğvi 1551-dir. Tiflis müsəlman əmrliyinin ləğvi 1122-dir. Atabəylər dövlətinin yaranması 1136-dır, düşmür. Qaraqoyunlu dövlətinin yaranması 1410, bu aiddir, 22-də D-dir. Səbəb Osmanlı müharibəsinin birinci mərhələsini başa çatdıran müqavilə Amasya müqaviləsidir, 1555 aid deyil. 23. 14-cü əsrdə Azərbaycan tarixi üçün səciyyəvi olmayan xüsusiyyət Teymuri və Cəlalilər ağalına son qoyulması elə bu aid deyil, çünki bu hadisələr 15-ci əsrdə baş verib. Teymuri və Qızıl Ordunun yürüşləri, müharibə meydanına çevrilməsi bəli. Qaraqoyunlular və Teymurilər arasında mübarizəyə başlanması bəli. Şirvanşahların Teymurilərdən asılı vəziyyətə düşməsi, bu da aiddir 14-də. Ağqoyunlu tayfa ittifaqının yaranması da elə 14-də yaranıb. İbrahim Dərbəndi, Şirvanşah 1-ci Xəlullahın hakimiyyətinə aid oxşar cəhət. Çox önəmli testiyatda saxlayın. Qısa müddətdə Azərbaycan vahid halda birləşdirən İbrahimdir. Teymurilərlə müttəfiq olan, hər ikisi Teymurilərlə müttəfiqdir. 1-ci İbrahim Dərbəndi Teymurla, Xəlullah isə Şahruxla. Elxanilərin vassalasında olmaları heç biri, Gürcüstanla uzun sürən müharibələr aparmaları heç biri, Dərbənd sədini təmir etmələrdə heç biri. 25. Şirvanşah 3-cü Mənçörün 12-ci əsrin 20-ci illəri və Şeyx İbrahim Dərbəndinin 15-ci əsrin əvvəlləri hakimiyyət dövrünə aid oxşar cəhət, Teymurlərin Qızıl Orduya qarşı yürüşlərində iştirak etmələri, 12-ci əsrdə Qızıl Ordu yoxdur. Qızıl Ordunun hərbi yürüşünə məruz qalmaları, yenə də deyirəm, Qızıl Ordu yoxdur 12-ci əsrdə. Yəni 3-cü Mənçörün dövründə Teymurlərlə müttəfiq olmaları, xeyr, 3-cü Mənçörün dövründə Teymurlar yoxdur. Yəni bu İbrahimə aiddir. Eləcə də Qızıl Orduya qarşı hərbi yürüşlə məruz qalmaları, Qızıl Ordu ilə mübarizə aparan da İbrahimdir, Teymurlarla müttəfiq olan da İbrahimdir, bunu demək istəyirəm. Monqollara qarşı uğurlu müharibə aparmaları heç birinə aid deyil bu. Gürcülərlə müttəfiq olublar amma həm Mənçöhür, həm də Dərbəndi. 14-cü əsrin 80-ci illərinin sonunda Əmir Teymurun Azərbaycanı tərk etməsinin səbəbi, konkret bunun səbəbi var, indi baxaq. Feodal qrupların ölkə daxilində mərkəzi hakimiyyətə qarşı çıxmaları deyildi. Hülakü xanın Azərbaycan yürüşü, Hülakü bu dövrdə yoxdur. Hülakü xan əhalinin ciddi müqaviməti deyildi məsələ. Toxtamışın, bəli, Buxara və Səmərqənd üzərinə hücumu idi, doğrudur. Şirvanşahların güclü müqaviməti yanlışdır. 14-cü əsrin 80-ci illərində Şirvanşahlar dövlətinin qarətlərdən və Toxtamışın yürüşlərindən xilas olmasının səbəbi əlbəttə ki 1386-cı ildə Əmir Teymurla İbrahimin ittifaq bağlaması. Alban hökmdarı Cavanşir və Şirvanşah 1-ci İbrahimin fəaliyyətində oxşar cəhət, yenə də deyirik ki, hər ikisi az öncə qeyd etmişik, diplomatik tədbirlərlə dövlətin varlığını qoruyub
saxlayır. Cavanşir xəlifə Muaviyə ilə görüşə gedir. İbrahim də Teymurun görüşünə. 29. Xəritədə ərazisi ştrixlənmiş dövlətə aid əlaməti müəyyən edək. Bu dövlətdə Şirvan Şahlar dövlətidir. 10-cu əsrin ikinci yarısında Sacilər dövlətindən asılılığı qəbul etmişdi. İkinci yarısı deyil, birinci yarısıdır bu, yanlışdır. 14-cü əsrin ikinci yarısından yeni sülalə tərəfindən idarə edilməyə başlaması bəli 1382 Dərbəndlilər Elxanilər dövlətini tabe etməyib, Səlcuq yürüşləri nəticəsində süquta uğramayıb, Səlcuqlara tabe olub sadəcə, Ağqoyunlu dövlətinin asılı hala düşməyib, yanlışdır. Qaraqoyunludan asılı hala düşüb. Doğru cavab B variantı. 30. Eyler-Venn diaqramının tələblərinə əsasən xüsusi ştrixlənmiş hissəyə aiddir. Bizə verib İldırım Bəyazidi, bizə verib 1-ci İbrahimi. 14-cü əsrin 80-ci illərində taxta çıxması, İbrahim taxta çıxır 1382-ci ildə, İldırım Bəyazid taxta çıxır 1389-cu ildə. Hər ikisi 14-cü əsrin 80-ci illərində taxta çıxır. A doğrudur. Teymurlara qarşı mübarizə aparması, İldırım Bəyazid Teymurlara qarşı mübarizə aparımı, bəli, Ankara döyüşü. Şirvanşah 1-ci İbrahim Teymurlara qarşı mübarizə aparımı, bəli, Kür sahili döyüş 1405. B də aiddir. B də ştrixlənmiş əraziyə aiddir, yəni. Ortaq cəhətdir. Qızıl Ordu xanı Toxtamışa qarşı mübarizə aparması, Toxtamışa qarşı mübarizə aparan 1-ci İbrahimdir. Bizans imperiyasına qarşı mübarizə aparan heç birinə aid deyil. İldırım Bəyazid Bizansa qarşı mübarizə aparmaq istəyirdi, amma Teymur bunun qarşısını aldı, yəni Teymurun yürüşləri. Mənsub olduğu sülalənin son nümayəndəsi olmaları heç birinə aid deyil. 30-cu sualda 2 cavab var, doğru cavab. Ştrixlənmiş, yəni hissəyə aid olan. 31. Uyğunluğu müəyyən edək. Şirvanşahlar dövlətindən fərqli olaraq Şəki hakimliyi. Şirvanşahlara aid olmasın. 16-cı əsrdə süquta uğramışdı hər ikisi. 1551-də, 1538-də. Əmir Teymurun qarətçi yürüşlərinə məruz qalan amma Şəkidir. Şirvanşahlar qarətçi yürüşlərin qarşısını alır ittifaqla. Yəni 1386-cı ildə İbrahimin Teymurla ittifaqında artıq Şirvan dağıntıdan xilas olur. Şəki amma qarətçi yürüşə məruz qalır. Hülakülər dövlətinin asılı vəziyyətdə olmaları hər ikisinə aiddir. Bu fərq deyil. Bir sadəcə B. Hülakülər dövlətindən fərqli olaraq Şirvanşahlara aid olsun. 14-cü əsrdə süquta uğrayan Hülakülərdir 1357-ci ildə. Əmir Teymurla ittifaq bağlayır. Bəli, Şirvanşahlar Qızıl Orduya qarşı mübarizə aparmışdı. Yadda saxlayın, mütləq. Qızıl Orduya qarşı Hülakülər də, Şirvanşahlar da mübarizə aparıb. Doğru cavab oldu 31-də D variantı. 1B, 2-də B. 32. Azərbaycan 14-cü əsrdə Qızıl Ordu xanı Toxtamışın yürüşləri, Əmir Teymurun yürüşləri. Əlincə qalsın uzun müddət mühasirədə qalması bu Teymura aiddir. Təbriz şəhərinin böyük dağıntılara məruz qalması, bəli, Toxtamışın yürüşü. Çobani zülmünə qarşı mübarizədə Azərbaycan əhalisinə yardım edən bu Toxtamış deyil, yanlışdır. Doğru cavab birinci tərəfdə sadəcə B-dir. Əmir Teymurun yürüşləri, Qaraqoyunlu dövlətinin asılı vəziyyətə salınması. Qaraqoyunlu dövləti yarananda Əmir Teymur yox idi hakimiyyətdə, 1405-də hakimiyyətdən getmişdi. Ona görə A olmayacaq burada. 1B-dir. Daha sonra Kəsranilər sülaləsinin hakimiyyətinə son qoymur Əmir Teymur, yanlışdır. Şəki hakimi Seyid Əhmədin tabe edilməsi, bəli, Teymur yürüşündə Seyid Əhmədi tabe edir. Birinci tərəf B-dir, ikinci tərəf C-dir. 32 oldu A variantı. 33. Şəki hakimliyi, Ərdəbil hakimliyi. Əmir Teymurla ittifaqda Terek çayı sahilindəki döyüşdə qalib gəlməsi. Əmir Teymurla ittifaq bağlayan 1-ci İbrahim idi və Terek çayının sahilində döyüşdə, Terek döyüşündə 1395-də Teymurla Qızıl Orduya qarşı mübarizə aparmışdı. Bu nə Şəkiyə, nə də Ərdəbilə aid deyil. Oyrat qəbiləsi tərəfindən idarə olunması. Oyrat qəbiləsi tərəfindən idarə olunması bu Şəki hakimliyidir. Dərbəndlər sülaləsi ilə ittifaqda Qaraqoyunlulara qarşı mübarizə aparması. Dərbəndlər sülaləsi ilə ittifaqda, bəli, 1-ci İbrahimlə ittifaqda Qaraqoyunlulara qarşı mübarizə aparan, yəni İbrahimlə müttəfiq olan Şəki hakimliyidir. 1412-ci ildə Qara Yusifə qarşı mübarizə aparıb məğlub oldular. B-C. Şirvana və Dağıstana qarətçi yürüşlər təşkil edən Ərdəbil hakimliyidir. Şeyx Cüneydin və Şeyx Heydərin dövründə Teymurlara qarşı mübarizədə mühasirədə qalmış Əlincə qalsına yardım edən Şəki hakimliyidir. Birinci tərəfə biz cavab tapdıq B, C, Y. Amma gördüyüm qədərlə bir cavab yoxdur. İkinci tərəf D. 1 B, C, Y, 2 D. Belə cavab yoxdur. Mən buradan 32-ci sualdan bu cavabı aldım. 34. Uyğunluq gözlənilmişdi. Alaşkert döyüşündə Qara Yusif məğlub oldu Şirvanşahlar və Teymurilərin birləşmiş qüvvələrinə.
Alaşkertdə Qara Yusif deyil, Qara Məhəmməddir. Əsəd döyüşündə Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusif məğlub etdi. Şirvanşah 1-ci İbrahimin qoşunlarını Əsəd döyüşündə Qaraqoyunlu dövləti yaranmamışdı. Qaraqoyunlu dövləti Əsəd döyüşündən sonra yaranır. Sərdurud döyüşündə Cəlalirləri məğlub etdi. Qaraqoyunlu qoşunları Cəlalirləri yox, Teymuriləri. Şirvanşahlarla Teymurilər arasında Kür çayı sahilində döyüşdə məğlub edildi. Teymur Ömərin qoşunları. Bəli, doğrudur. 14-cü əsrin 50-ci illərində Şirvan Cəlalirlər dövlətinin tərkibinə qatdı. Yəni Şirvan Cəlalirlərin tərkibinə qatdı Sultan Əhməd. Şirvan Cəlalirlərin tərkibinə qatılıb 1367-ci ildə, 60-cı illərdir bu. 50-ci illər deyil. 35. Şirvanşah 1-ci Xəlullahın hakimiyyəti dövrü üçün xarakterikdir. Xəlullahın hakimiyyətini yazaq 1417 və 1465. Alaşkert döyüşündə Teymurilərlə birlikdə Qara Yusifə qarşı vuruşması. Alaşkertdə Qara Yusif deyil hakimiyyətdə. Səbəbi dövlətin hərbi qüvvələri ilə toqquşması. Səbəbi dövlət deyildi. Yəni 1-ci Xəlullah Şeyx Cüneyd'ə qarşı mübarizə aparıb, doğrudur. Cahanşahla birləşib Qaraqoyunlu hökmdarı mübarizə aparıb 1460-cı ildə. Amma Səfəvilər desəydi olardı. Səbəbi dövlət deyildi hələ onda. Teymuri Şahruxla Ağqoyunlular əleyhinə yox, Qaraqoyunlular əleyhinə ittifaq yaratmışdı. Səbəbi dövlətin asılılığını qəbul etməsi, səbəbi dövləti yox idi. Yəni 1-ci Xəlullahın dövründə Qaraqoyunlu Cahanşahla hərbi ittifaqı amma var. 35 variantı. 36. Şirvanşah 1-ci İbrahim, 1-ci Xəlullah. Teymurilər dövləti ilə müttəfiq olması. Hər ikisi müttəfiq olub. İbrahim Teymurla, 1-ci Xəlullah Şahruxla. A ortadadır, ortaq cəhətdir. Şirvana yürüş edən səbəbi şeyxlərlə mübarizə aparması. Bu Xəlullahdır. Əmir Teymurun Osmanlı dövləti üzərinə yürüşündə iştirak edən 1402-ci ildə İbrahimdir bu. 15-ci əsrdə hakimiyyətdə olan hər ikisi 15-də olub hakimiyyətdə, yadda saxlayın. İbrahimin hakimiyyət illəri 1382-1417-dir, 15-ə düşür hakimiyyəti. Xəlullahla yazdım az öncəki 1417-1465-də olub hakimiyyətdə. Şahdağ döyüşündə qızılbaşların məğlub edilməsi. Şahdağ döyüşündə bunların heç biri yoxdur. Şahdağ döyüşündə Fərrux Yasardır. 36-da cavab olacaq bizdə C. 1C variantı, 2B, 3A, D. 37. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Xəlilullah Fərrux Yasar. Xəlilullah yəni qeyd edirəm 1417-də gəlib hakimiyyətə, 1465-ə qədər. Fərrux Yasar 1465-1500-də hakimiyyətdə olub. Teymurilər dövləti ilə müttəfiq olması. Teymurilər dövləti ilə müttəfiq olan Xəlullahdır. Şahruxla müttəfiq olub. Səbəbi qoşunlarını məğlubiyyətə uğradan hər ikisi Xəlullah Samur döyüşündə, Fərrux Yasar Şahdağ döyüşündə. Əmir Teymurun Osmanlı dövləti üzərinə yürüşlərində iştirak etməsi heç birinə aid deyil, bu İbrahimdir. Səbəblərlə mübarizədə Qaraqoyunlularla ittifaqa girən Xəlullahdır Samur döyüşündə. Şahdağ döyüşündə qızılbaşları məğlub edən isə Fərrux Yasardır. Doğru cavabımız 1A-D, 2Y, 3B. D variantı 37. 38. Şeyx İbrahim, Xəlullah, Fərrux Yasar. Ağqoyunlu Sultan Yaqubla Səfəvilər əleyhinə ittifaqda olan Fərrux Yasardır. Ərdəbil hakimlərinə qarşı mübarizə aparan hər bir dəqiqə, İbrahim yox, bir dəqiqə üzr istəyirəm, Xəlullah və Fərrux Yasardır. B gedir 4-də. Qaraqoyunlu Cahanşahla ittifaq quraraq Səfəvlərə qarşı mübarizə aparan Xəlullahdır. Dərbəndilər sülaləsinin nümayəndəsidir hər üçü, çünki sonuncu sülalədir Dərbəndilər. Və İbrahim də Xəlullahdır, Fərrux Yasar da Dərbəndlərin nümayəndəsidir. Əmir Teymurla ittifaq quran isə İbrahimdir. 38-də doğru cavabımız 1Y, 2C, 3A, 4B, 5D. 39. Azərbaycanın 14-cü əsr tarixinə aiddir. Sultan Süleymanın Azərbaycana yürüşləri 16-cı əsrdir. Qazan xanın islahatları olacaq, bəli, 14-də olacaq. Şirvanşahlar dövlətinin Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi, bəli, 14-də gəlib Dərbəndilər hakimiyyətə. Eldənizlərin süqutu 13-cü əsrdir. Əmir Teymur Azərbaycan hücumu, bəli, 2, 3, 5. 39-da bizim cavabımız olacaq. 40. Şirvanşahlar dövlətinin 15-ci əsr tarixinə aiddir. Səfəvilər tərəfindən müstəqilliyinə son qoyulması 1538-16-cı əsrdir. Cənubda Qaraqoyunlu və Ağqoyunlu dövlətləri ilə sərhəddə olması, bəli, doğrudur, 2. Dərbəndilər sülaləsi tərəfindən idarə olunurdu, 15-də, bəli. Osmanlı dövlətinin asılı deyildi, Caban döyüşündə qalib gəlməmişdi, məğlub olmuşdu 1500-cü ildə. 41. Doğru cavab istəyir bizdən. Təbriz şəhərində Teymurilərə qarşı üsyanın qalxması.
Əmir Teymurun Azərbaycanı tərk etməsi yanlışdır, əlaqəsi yoxdur. Hülaku xanın Bağdadı tutması, Abbasilərin süqutu, bəli. İraq Səlcuq hökmdarı Sultan Mahmudun Şirvana yürüşü, Didikori döyüşündə Səlcuqların, daha doğrusu Didikori döyüşündə Şirvanşahlar Səlcuqlara kömək edir. Yox, əlaqəsi yoxdur, yanlışdır. İraq Səlcuq hökmdarı Sultan Mahmud Azərbaycana gəlib 1123-cü ildə. Didikori döyüşü baş verib 1121-ci ildə. Sərduru döyüşündə Qaraqoyunluların qalib gəlməsi, Teymurluların Azərbaycandan qovulması. Doğrudur. 42. Şirvanşahlar dövlətinin hökmdarı 1-ci İbrahim ilə 1-ci Xəlullahın fəaliyyətində oxşarlıq. Qaraqoyunlu dövlətinə qarşı mübarizə aparmaları aparıblar hər ikisi. Doğrudur. Azərbaycan uğrunda cəlallərlə mübarizə aparmaları yanlışdır. Şirvana yürüş edən Ərdəbil hakimləri ilə toqquşublarmı? Şirvana yürüş edən Ərdəbil hakim toqquşan Xəlullahdır. İbrahim deyil, ona görə də İbrahim aid edə bilmərik. Teymurlu dövlətin müttəfiq olublarmı? Bəli, 1-4 ortaq cəhətli ikisində də. Şirvanşahlar dövlətinin hökmdarı 1-ci Xəlullah ilə Fərrux Yasarın fəaliyyətində oxşarlıq. Ərdəbil hakimlərinə qarşı müqavimət göstəriblər hər ikisi, bəli. 1. Səvi qoşunlarını məğlubiyyətə uğradıblar, bəli. Xəlullah Samur döyüşündə, Fərrux Yasar Şahdağ döyüşündə. 1-2. Qaraqoyunlu hökmdarı Cahanşahla Səvilərə qarşı ittifaqa girən Xəlullahdır. Fərrux Yasar Ağqoyunlularla ittifaqa girmişdi. Teymurilərə qarşı Ağqoyunlularla ittifaqa girmələri, Ağqoyunlularla ittifaqa girmələri də yanlışdır. 1-2. Ortaq cəhətləri 1-2-dir. 44. Doğru cavabı istəyir bizdən 44-də. Şirvanşah 1-ci İbrahimin Əmir Teymura yaxınlaşması, Şirvanın dağıntıdan xilas olması. 100%. Bir doğrudur. Təbriz əhalisinin üsyan qaldırması, Toxtamışın Azərbaycana hücum etməsi yanlışdır. Qaraqoyunlu dövlətinin zəifləməsi, Əmir Teymurun Azərbaycanı ələ keçirməsi, Qaraqoyunlu dövləti yarananda Əmir Teymur yox idi hakimiyyətdə. Əmir Teymur vəfat etib 1405-ci ildə. Şirvanda üsyanın baş verməsi, Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi, bəli, 1182-ci ildə üsyanla gəldi Dərbəndilər. 1-4. Sultan Əhməd Cəlalinin hakimiyyətə gəlməsi, Qızıl Ordunun Şirvana hücumlarına son qoyulması. Yanlışdır. 1-4. 45. Gəncə şəhərində əhali üsyan qaldıraraq Teymuri qoşunlarını məğlub etməsi, Teymurun Azərbaycanı tərk etməsi yanlışdır, əlaqəsi yoxdur. Elxanilər dövlətinin tənəzzülü və parçalanması, Şəki feodal hakimliyi daxili müstəqilliyini qazanması tamamilə doğrudur ki. Təbriz əhalisinin Teymurilərə qarşı üsyan zamanı 1-ci İbrahimdən kömək istəməsi, 1-ci İbrahim Təbrizə daxil olaraq Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altına birləşdirir. Bəli, yadda saxlayın, qısa müddətdə İbrahim Azərbaycanı vahid halda birləşdirir. Testlərə yazır ki, İbrahim Azərbaycanı uzun müddətli vahid halda birləşdirir. Xeyr, qısa müddətli vahid halda birləşdirməsi var. İbrahim Cəlalilərlə müttəfiq mənasız olduğunu dərk edərək Qara Yusifin barışıq və itaət təklifini qəbul etməsi, Şirvanşahlar Qaraqoyunlulardan asılılığı qəbul etdi. Yanlışdır. İbrahim tabi olmur Qara Yusifə, ona görə mübarizə başlayır aralarında. Doğru cavab 45-də oldu 2-3. 46. Şirvanşah 1-ci İbrahim Qara Yusifə tabi olmayaraq Sultan Əhmədi müdafiə etdi. Təbriz yaxınlığındakı döyüş ərəfəsində oğlu Kəvmərsi Cəlalilərin köməyinə göndərdi. Sonra Qara Yusifin barışıq və itaət təklifini rədd etdi. Kür sahilində döyüşdə 1-ci İbrahim və onun müttəfiqləri Qara Yusifin qoşunları tərəfindən məğlub edildi. Mətnə əsaslanmalıyıq mütləq. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? Bu döyüşdən hansı nəticəyə gəlmək olar? Təbriz yaxınlığındakı döyüşdə Şirvanşahlar məğlub oldular. Nə əlaqəsi var Təbriz yaxınlığında döyüşün Kür sahilindəki döyüşlə? Əlaqəsi yoxdur. Şirvanşahlar Baharlıların siyasi gücünü düzgün qiymətləndirmədilər, ona görə başlarına boyun gəldi. 2. Azərbaycanda vahid mərkəzləşmiş dövlət yox idi. Bəli, 2-3 doğrudur. Yəni mətnindən bu nəticəyə gəlmək olar ki, Azərbaycan vahid halda deyil. 2-3. Kür sahilindəki döyüşdə Şirvanşahlar Cəlalilər dövləti müttəfiq olmuşdular. Cəlalilər dövləti yoxdur. Artıq Cəlalilər dövləti 1410-cu ildə süqut uğramışdı. Qara Yusif Cəlalilər Azərbaycandakı hakimiyyətini bitirir 1410-da. Ona görə 4 yanlışdır. 2 və 3-ü biz qeyd edə bilərik mətnə əsasən. 47. 14-cü əsrin 80-ci illərində Azərbaycan Əmir Teymurun və Qızıl Ordu xan Toxtamışın yürüşünə məruz qaldı. Şirvanşah 1-ci İbrahim Əmir Teymurla ittifaq bağlayaraq Şirvan hakimi kimi tanındı. Əmir Teymurun 1395-ci ildə Qızıl Ordu dövlətinə olan yürüşündə yaxından iştirak etdi İbrahim. Əmir Teymur bu yürüşdən qələbə ilə qayıtdı və Dərbənd istehkamlarını təmir etdirdi. Bəli, Dərbəndi təmir etdirənlərdən biri də elə Teymur özüdür.
Baxırıq, mətn və tarixi biliklərinizə əsasən hansı nəticəyə gəlmək olar buradan? Şirvanşahlar dövlətinin qoşunları Terek döyüşünə iştirak etmişdi. 100% dedikdə bunu qeyd etdik. 1. Şirvan daxili müstəqilliğini itirərək itirmir. Tamamilə yanlışdır. Azərbaycan Qızıl Ordu xanlarının basqınlarından xilas oldu. Bəli, İbrahimin siyasəti nəticəsində Azərbaycan Qızıl Ordunun basqınlarından xilas olur. Şirvan Teymurilərin dağıdıcı basqınına məruz qalmadı. Dağıdıcı basqınından artıq qurtulur 1-ci İbrahimin siyasəti nəticəsində. Ona görə 4 yanlışdır. Toxtamışın yürüşləri nəticəsində istiqlaliyyətini itirən Şirvanşahlar itirmir axı istiqlaliyyətini. Yanlışdır. 1 və 3. 47-də bizim cavabımızdır. 48. Əmir Teymurla ittifaq bağladıqdan sonra Şirvanşah 1-ci İbrahim Şəki hakim Seyid Əhmədi Əmir Teymurla barışdırdı. Şəki işğalçıların basqınından xilas oldu. Şəki hakim Şirvanşahlarla birlikdə Əmir Teymurun Osmanlı Sultanı 1-ci Bəyazıda qarşı yürüşündə iştirak etmişdir. Bəli, yadda saxlayın. 1402-ci ildə Ankara döyüşündə Şəki hakimliyi də iştirak edir. Şirvanşahlar da iştirak edir. Teymurilərlə müttəfiq olaraq. Yəni Teymurilər, Şəki hakimliyi, Şirvanşahlar Ankara döyüşündə Osmanlılara qarşı vuruşub. Mətnə əsasən hansı nəticəyə gəlmək olar 48-dən? Şirvanşahı və Şəki hakimi Əmir Teymurun vassalı idilər. Təbii ki, ona tabe idilər. 1. Şirvanşah 1-ci İbrahim Azərbaycan müvəqqəti də olsa birləşdirdi. Buradan o nəticəyə doğrudur. Şirvanşah 1-ci İbrahim Azərbaycan qısa müddətli vahid halda birləşdirib. Amma buradan o nəticəyə gəlmək olmaz axı. Mətn başqadır. Yəni mətn bizdən başqa bir şey istəyir. İki aidiyyəti yoxdur mətnlə. Şirvanşahlar dövləti Ankara döyüşündə Əmir Teymurun müttəfiq olmuşdu təbii ki. 1-3. Şirvanşahlar dövləti və Şəki hakimliyi müstəqilliklərini itirdi, itirmirlər axı və əhalini talanlardan qoruya bilmədilər. Yanlışdır. 1 və 3, yəni bu mətndən biz 1 və 3-ü çıxara bildik. Xronolojicillıq, əlincə qalsın Teymurilər tərəfindən tutulması 1400. Kürdən cənubdakı Azərbaycan torpaqlarının cəlallərinin tərkibinə qatılması 1359. Şirvan ərazisinin Cəlalilər dövlətinin tərkibinə qatılması 1367. Hülakülər dövlətinin süqutu 1357. 49-da olacaq cavab 4, 2, 3 və 1. 50-ci sual. Səbəb nəticənin doğruluğunu istəyir. Şeyx Üveysin Təbrizi tutması Azərbaycan böyük bir hissəsinin Cəlalilər dövlətinin tərkibinə daxil edilməsi. Şeyx Üveysin bəli doğrudur. 1359-cu ildə. Cənub Azərbaycana yürüşü Hülakülər dövlətinin süqutu bəli 1357. Əmir Teymurun Şirvana yürüşü İbrahimin Dərbənd taxtına çıxması xeyr. Əmir Teymurun Şirvana qoşun yeritməsindən əvvəl İbrahim taxtdaydı. İbrahim taxta çıxıb 1382-də. Teymur gəlib 1386-da. Ona görə 3 yanlışdır. 1386-cı ildə Əmir Teymurun Azərbaycana yürüşə başlaması Toxtamış xanın Azərbaycanı tərk etməsinə səbəb oldu. Terek döyüşündə Toxtamış xanın məğlub olması Qızıl Ordu dövlətinin süqutuna səbəb olmur. Xeyr. Zəifləməsinə və parçalanmasına gətirib çıxarır. 51. Son sualımızdır artıq. Yox, 2 sualımız var. Dərbənd hakimliyi, Şəki hakimliyi, Ərdəbil hakimliyi. Şirvanşahlar dövləti vasitəsilə Əmir Teymurla münasibətlərini nizama salan bu Şəkidir. Bir dəqiqə yaxşı yazım A-nı. Əməvilər sülaləsinin hakimiyyət dövründə yaranmışdı. Heç biri. Azərbaycan torpaqlarını qarət etmiş Slavyanların hərbi qüvvələrini məğlub etmişdi. Dərbənd hakimliyi təbii ki. 15-ci əsrin sonunda Şimali Qafqaza bir neçə uğurlu yürüşlər təşkil edən bu olacaq Ərdəbil hakimliyindən Şeyx Heydər. Gürcü Çar 4-cü David tərəfindən ləğv edilməsi heç biri. Tiflis müsəlman əmirliyi idi bu. 1C, 2A, 3D. Sonuncu sualımız 15-ci əsrin 1-ci yarısı 1450-yə qədər. 15-ci əsrin 2-ci yarısı 1450-dən sonra. Teymuri Şahruxun Azərbaycana yürüşü 1-ci yarısındadır. 1A. 1A, 2-yə baxırıq indi. Qeyd edin bunu. Qaraqoyunlu Cahanşahın Heratı tutması 1458-dir. B gedir 2-yə. Bağdad döyüşündə Əmir Teymurun qalib gəlməsi Bağdad döyüşü 14-cü əsrdə 1394-cü ildir. Şirvanşah 1-ci İbrahim Təbrizə daxil olması 1406-dır, 1-ci yarısıdır. Samur çayı sahilindəki döyüşdə Şirvan Qaraqoyunlu qüvvələrinin qalib gəlməsi
Samur çay sahilində döyüşdə Şirvan Qaraqoyunlu qüvvələrinin qalib gəlməsi 1460 bu ikinci yarısıdır. 1A D-dir, 2B Y-dir. Bu qədər əziz dostlar, növbəti test izahlarında görüşərik.